10 ildir şəkər xəstəsiyəm. Vaxtında sağ olsun. Bax, burada dərmanımı da verirlər, iynəmi də verirlər. Yaxşıdır, mən razıyam. Bütün burada işləyən kollektivin hamısından. Həmişə də həkimə müraciət edən adamlardan biri olmuşam. Yaxşı da cavabı olub, yaxşı da nəticəsi. Sancı birinci oldu. Dedilər kör bağırsaqdır, apensitdir. Əvvəl çox güclü sancı ilə gəlmişdim. Burada yəni hamısından razıyam. Yaxşı da qulluq edib baxırlar. Müalicə olunmuşam əvvəllərdə, çox razıyam. Yaxşı nəticə görmüşəm yəni. Şamaxı rayonundan gəlmişəm, ürəyimə görə gəlmişəm. Baxırlar, qulluq eləyirlər, xəstələrin qayğısına qalırlar. Yəni, narazılıq yoxdur. Götürsün elə rayon xəstə həkimləri, məsələn, şəhər həkimlərindən üstündür ki, aşağıdır. Cərrah olsun, istər məsələn, müalicəvi olsun, kardioloq olsun. Məsələn, çox gözəl həkimlərdir. Məsələn, narazı, gələn adamlardan da, məsələn, xəstələrdən də narazılıq yoxdur ki, desin ki, belədir. Dünən mənə opres eləyiblər. Baş həkim, o biri həkimlərim hamısı, Allah onlardan razı olsun. Medsestralar hamısı dayanmadan qulluğa durublar. Çox sağ olsun, Allah razı olsun hamısından. Çox yaxşı, çox təmiz, hər şey öz qaydasında. Əvvəl basa-bas olarsa, kimsə növbəsiz girərsə, söz-söhbət olardı. İndi hamı qəşəng oturur, növbəsini gözləyir. Sərdən həkim bir-bir medsestrası həkimi çağırır, hansı hara girirsənsə, ya birincinə, ya ürək kardioqrama çıxartdırmağına, qan analizinə hamısını növbə ilə çağırırlar. Öz kisəmdə daş var idi və bunu dəfələrlə UZI-dən keçəndə mənə həkimlər demişdilər və onların mənə tövsiyəsi bu olmuşdur ki, bunu cərrahiyyə yolu ilə götürmək lazımdır. Bu əməliyyatdan sonra çox gümrah hiss edirəm. İndi mən bir daha bu yaşımda başa düşdüm ki, heç Bakı şəhərinə getməyə ehtiyac yoxdur. Burada çalışan həkimlərin hamısı çox gözəl, peşəkar həkimlərdir, öz ixtisasları gözəl bilirlər. Özüm Şamaxlıyam, Qobustanda olaraq orada müraciət eləmişəm. Yaxşı da baxırlar, belə təşəkkür eləyirəm hamısına. Yaxşı da qulluğumuzda dururlar, yeməyimizi, içməyimizi, iynəmizi, dərmanımızı, hamısını çox gözəl. Gəlini gətirmişəm, operasiya əməliyyat olacaq kör bağırsaqdan, ona görə gəlmişəm. Əməliyyata hazırlaşırıq, yəni həkimlərdən keçməliyik, çox yaxşı. Burada da hər şey yüksək səviyyədədir. Həkimlər də yaxşı, hər şey necə lazımdır, adama qulluq eləyirlər, müayinə eləyirlər. Mən özüm Bexterev xəstəliyini daşıyıram. İllər boyu mən xəstəxanalarda yatmışam və xəstəxanalarda yatmağıma baxmayaraq, nə vaxt müraciət eləmişəmsə, orada gözəl məni necə lazımdır, qarşılayıblar və layiqincə mənə müalicə olunub. Bugünkü günü də öz minnətdarlığımı bildirirəm, bu cür şərait yaradıb. Nə vaxt, nə hansı zaman gəlib müraciət əsasən də bütün həkimlər və onun ətrafında olan işçi heyətləri bizə qulluq edirlər. Allah hər birisindən razı olsun.